Qarabağda aparılan tikinti və bərpa işlərinin sürətli, eləcə də baş verən dəyişikliklər beynəlxalq səyyahları təəccübləndirməyə davam edir. Nomad klubunun 37 ölkəni təmsil edən 79 üzvü Qarabağ və Şərqi Zəngəzurda yaradılan infrastrukturla tanış olublar. Qeyd edək ki, bu indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən böyük beynəlxalq səyyahlar qrupudur. Qarabağa ilk səfərimdir. Mən əvvəllər bu bölgədə olmamışdım və nə ilə qarşılaşacağımı tam bilmirdim. Düşünürdüm ki, əvvəllər müharibə olmuş yerlərdə olmuşam. Ona görə də bəlkə çoxlu dağılmış binalar və az sayda insan görəcəyimi gözlürdüm. Amma məni həqiqətən təəccübləndirən odur ki, Qarabağa çoxlu insanlar geri qayıdır. İnsanlar deyir ki, babam burada yaşayırdı. Mən də geri qayıtmaq istəyirəm. Eyni zamanda çoxlu yeni binalar var. İnsanların gəldiyini görürsən. Muzeylər, qaleriyalar, festivallar keçirilir. Bunu görmək mənim üçün xoş mənada sürpriz oldu. Ətrafa baxanda görürsən ki, bəli, burada müharibə olub, izləri hiss olunur. Amma eyni zamanda çoxlu yeniliklər də var. Bu, insanları cəlb edir. Mənim üçün ən xoş təəssürat yaradan məqam odur ki, insanların geri qayıtması və burada yaxşı həyat qurması üçün çoxlu yeni binalar və infrastruktur yaradılıb. Yəni, insanlar sadəcə müharibənin izləri ilə deyil, həm də yeni ümidverici bir mühitlə qarşılaşırlar. Bu isə həqiqətən çox gözəldir. Laçındakı İncəsənət qalereyasını ziyarət etdik və bəyəndik. Bu, çoxsaylı müxtəlif növ rəsmləri, xalçaları və keramika nümunələrini nümayiş etdirən yeni tikilmiş bir qalereyadır və Azərbaycanın mədəniyyətinin möhtəşəm təcəssümüdür. Həmçinin biz yeni açılmış, sadəcə bir neçə ay ərzində inşa edilmiş oteldə qaldıq. Bütün bu inkişaflar Azərbaycan hökumətinin bu bölgəyə yönəltdiyi səylərin, enerjinin və investisiyaların bariz göstəricisidir. Bura keçmişdə çoxlu münaqişələr yaşamış bir ərazi olub, lakin hazırda sürətlə inkişaf edir. Yenidən qurma işlərinə böyük zəhmət sərf olunub və çoxlu yeni binalar, mağazalar, restoranlar açılıb və bu qədər qısa müddətdə belə böyük dəyişiklikləri görmək həqiqətən çox həyəcan vericidir. Biz hamımız əminik ki, çox yaxın zamanda bu məkan həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici bir ziyarət nöqtəsinə çevriləcək və Azərbaycanın ən önəmli məkanlarından biri olacaq.